Bu avtomobilin çox monumental dizaynı var. Qlamur Amerikan tankı olan Cadillac Escalade Platinum Edition prestijli həyat simvoludur. 2044 mm eni olan bu nəhəngin ön hissəsində iri xrom radiator barmaqlı, əl boyda Cadillac logosu, duman ihnə işıqlandırma, dönmə işıqları, 7 linzalı ön optika, hətta onun içərisində də kiçik Cadillac logosu var. Kapot altında isə 6,2 litrlik V8 mühərrik yatır. 409 at gücü hasil edir, 565 Nm fırlanma anı və avtomobili 0-dan 100-ə kimi 7,7 saniyədən biraz çox vaxtda sürətləndirir və olduqca da iştahlı mühərrikdir. Gündəlik şəhər şəraitində 20 litrə yaxın yanacaq sərf edəcək. Burada hətta avtomobil üçün əlavə bir akkumulyator yeri də quraşdırılıb ki, bir akkumulyator sizə bəs etməsə, birini də quraşdırın. Kapital remonta ehtiyac olmadan 400-500 min kilometr yürüyüş rahat qət edə bilər. Yetər ki, ona vaxtında qulluq edə bilərsən. Qaz amortisatorunun yerləşmə yerinə baxın. Mərkəzdən biraz kənara yerləşdirilib. 5144 mm uzunluğu və 229 mm clearance olan Escalade xrom bolluğu ilə göz qamaşdırır. 285-45 22 ölçüdə təkərlər, xrom disklər, qapaqları belə əl boydadır. Nəhəng güzgülər, köhnəklərə nəzarət altında işıqlandırma, iri dəstəklər. Avtomobilə rahat giriş üçün elektron ayaqaltı, panoramik lük, reyninqlər, əlavə yüklərinizi bura yerləşdirə bilərsiniz. 98 litr minimum 92 aktan benzin tutan yanacaq çəni var.